Değerli dostlar, əziz izləyicilərimiz, biraz bundan önceki çəkilişlərdə biz qeyd etdik ki, Yuxarı Qəmadını kəndi, Ağcabədi rayonu Yuxarı Qəmadını kəndini bugünkü gündə 3 qəhrəmanı eyni döyüşdə oldu və biz hal-hazırda 4 yanvar 2026-cı il Daşdəmirov Elçin Pirəli oğlunun evindən çıxdıq, gəldik. Həsənov Rafiq Türbəndə oğlunun evinə gəldik. Və qəhrəmanımızın, xahiş edirəm, şəkillərini iri planda işıqlandır. Hal-hazırda Yuxarı Qəmadın kəndində Həsənov Rafiq Türbəndə oğlunun ocağındayıq. Mehman çox sağ ol, var ol, dedik, gedək bir anamızın, o dəyərli anamızın çəkilişini edək, onu da dilindən çıxan sözləri tarixin yaddaşına köçürək və ondan sonra abidənin ziyarətə gedəcəyik. Sonra inşallah növbəti evlərdə olacağıq. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Amin. Ana, Allah sizi var eləsin. Bu günləri ilk dəfə olaraq sizin o abidəyə birlikdə getməyinizi şahid olacağım mən də. Ki, buradan elə durub gedəcəyik abidənin ziyarətinə. Gəldim sizi bugünkü gündə ziyarət edən, Allah sizi var eləsin. Allah qəlbini həmişə şad eləsin. Allah səni var eləsin ki, bizləri siz unutmuşsunuz. Allah bütün şahidlərimizə qəni-qəni rəhmət eləsin. Bu 26-cı il bütün millətimiz üçün düşərli olsun. Dövlətimizin düşərli olsun. Bütün şahidlərimiz Allah qəni-qəni rəhmət eləsin. Qazilərimizə can sağlığı versin, oğul. Allah harada xəstədə varsa onu şafarsın versin. Sağ ol. Başardığım bu, qurban olun. Ana, Allah. Sizdən öncə o analara da sual verdim. Bir də sizə də sual vermək istəyirəm ki, axırıncı dəfə qəhrəmanımızın evə gəlişi yadındadırmı? Yadımdadır. Yadımdadır. İntihası ev yoxdu. Belə yoxdu. Hamı qaça-qaçıdı. Bunları vururdular, hə? Hə, vurdular. Hələ dağıldı bir tərəfə. Mən dədəm evindeydim o əndə. O elə bir suyumda gəldi. Dayı nətər demiş, yaxşı budur ki o tərəfə ayaqlanmayım. Dayı heç sonra da həmən bax bu 94 var ha. Bu 94-cü ildə biz xəlfəli idik, ev yoxdu gənə. Bax bu ev yoxdu, belə yoxdu. Vardı, verdi veranıdı. Hə, vurmuşdular, hə. Xəlfəli deyilik. Orada elə bilin ki, çoban işləyirdik. Heyvana gedirdik. Bu uşaq, demək ki, ya Rəbbim, götürəndə o günümə də şükür elə, bu günümə də qoy şükür eləyək ana. Əlimizdən nə gəlir? Tökür. Gör, ha gör. Biz də baxırıq elə belə. Bunu, bu qonşumuzda bir adam vardı. Gəldi bunu çağırdı, apardı. Dedi ki, bəs beyəcək, uşaq hamısı döyüşə yığılmalıdır. Bu da buradan bir elə də töküldü hesabına, dedi ya da getmə. Dedi ki, yox, gedəcəm. Atası da əlçəklə, dedi, bala, səni tutarlar. Get, Harare adı verərlər. Getdi. Getdi, bir də, bax, bu belə də zad var. Oradan ənə çıxanda, deyir ki, dükançı qələndar var o. Deyir, xaloğlu, hara getsən? Deyir ki, bəs beyəcə boya çıxacaq. Deyir, xaloğlu, getmə. Beyəcə uşaq boya yığacaqlar. Ondan da bu uşağın hamısının talihi hazırdır. Deyir, sən də qaç gizidən, onun özünün adı haqqı. Mən də, bəh bizim ana bacımızı kim qoruyacaq, kim gözləyəcək. Basılmayıb, gedib. Getdi, bax, bugünkü günü biz düzlərdəyik. Bu eşkək geçməzin düzlərində hələk. İndi səhərdən məni qınamini, həmən o əziyyəti, zəhmətim gözümün qabağına gətirib, o həmən sintiranı ağrıyırdım. Allah səbrinizi versin. Bala, Allah Teala hər hardasan sənə qapını açsın. Ya Rəbbim Allah, bütün bağlı qapılar açsın. Bütün nətər deyim, heç biri bəndən intizarda qoymasın. Amin. Ona görə də ki, getdi, nə vardı, düşdük düzlərə, hələk olduq. Hardan başımıza qaldırdıq, bax buradan qaldırdılar, tökdülər üstümüzə. Ev nəzirdi. Bu kimi ev yoxudu. Elə bilgin ki, verdi verən, qaçaq, təzək, orada burada.
İndi bugünkü günümüzden milyon şükür. Şükür, şükür. Şahitlerimize Allah gani rahmet eylesin. Allah o prensiyetimizi korusun. Sağ ol. Torpaqlarımız işğaldan azad Allah olundu. Şükür. prensiyetimizi korusun, o devletimizi korusun. Gene de her nedirse bak bunu tafiye oturmuşuk evimizde. Kimese gözdarlığı Ve vermiyor. bir de bu kahramanlarımızın kısası alındı. Şükür. Torpaqlarımız Ona da işğaldan he. azad olundu. He. Ana Allah gözünüzü o yolda qoymasın. Allah sizə birinci şad xəbər versin. İnşallah. Ağır da olsa bu sözü deyirəm ki, əgər şəhid olubsa, Ona da istəyirəm. bəli, o gözünüz yoldan çəkilsin ki, Hə. Baba. Bəli, bəli. O bərəkət haqqı mən belə bildim. Namaz dahi var. Bizim o Namazov Natiqin atası Hindaqında ən yaşlı atalardandır. Hə, olsun, Deyir olsun. ki, valla bir dənə onun barmağını gəlsinlər mənə. Gözüm yoldan çəkilsin. Qoy, bəs nə oldu bu söz deyirsən, ağır hə? olsa da mən bunu Bu söz- birinci şad xəbəri arzulayıram. Amma əgər şəhid olursa, Allah onun o sənin o sağlığında onun ki o gözün yoldan Hə. çəkilsin. Ey bala. O vaizlər, o qənimlər vardısa, onlar bir gündə həyatda yoxdur. Allah sizi var eləsin ana. Allah Onlar bir gündə həyat, onların quyusunu belə qazdılar. Naciməddin təksi. Allah lənət eləsin. Nədə o Vətən gördünə sahiblərinə. sırağan tutulanın adı, onun təksi. Elə qənimlər kəsildi. Quyusunu qazdılar, tökdülər içinə. Allah. Dekabrın 30-una, 31-nə olan haqq hesabı götürə verdilər 4-ünə. Deməli, Niyə? Bu deyirsəni, onlar hamısı cəzasını çəkəcək. Hə bax. O hamısı deyirsən götürmüşlər artıq birini tutdular. Hamısı cəzasını çəkəcək. Bizim 20 dəqiqə işləmiş biz olmalıyıq Abidənin yanında Hə, analarına. başına dönüm, gedin. Adil qardaşımız da bir ürək sözünü desin, buyursun. Allah bütün şehitlerimize rahmet eylesin. Yerleri normal olsun. Məkanları Mən cənnət olsun. o biri evlərdə şeir dedim. İstərdim ki, bax burada da bir şeir deyim. Başına dönüb, xoşdur. Allah Mənim sizə üçün var eləsin. xoşdur. Nə Bu danışım? gecə yuxuma bir şəhid gəldi. Söylədi hardasan mənə azalım. Mən də istərdim körpə balamı sənin tək qolların üstünə alım. Bu gecə yuxuma bir şəhid gəldi. Bir məktub uzatdı bir uca tonla. Bunu sevgilimə verərsən dedi. Əlvidə yazmışdı məktuba qanla. Bu gecə yuxuma bir şəhid gəldi. Üstümə çığırdı, bağırdı biraz, sonra sakitləşib ay ana dedi. Can. Ağlayıb anasını çağırdı biraz. Hə. Bu gecə yuxuma bir şəhid gəldi. Bildim ki, bu mənim xəcalətimdir. Gedəndə yavaşca söylədi mənə, vətənim sizlərə əmanətimdir. Vətəni bizlərə əmanət qoyub gedən bu şəhidlərimizin qısasın, bunların övladları, bunların qardaşı, balaları, bacısı, balaları, əmisi olanları, dayısı olanları, xalası olanları, bibisi olanları, o bir çıxışlarda da demişəm, ana ailəsi ilə yox, bu güllərin mərminin səsi ilə yatıb duran, bu körpələr böyüdülər, bunların qısasını aldılar Elə oldu, qurban olum. və vətənimizi işğaldan azad etdilər. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin, qazilərimizə şəfa versin, veteran qardaşlarımızı qorusun. Can, Mehman, sənə də təşəkkür edirik. Az təşəkkür Çox sağ ol. edirəm oğul sana. Var ol deyirik və indi artıq ana ilə elə bərabər gedək Abidəni də ziyarət Elə edək. bilirlər, mən deyim, qurban olum. Buyur ana. Deyir, mən aşıq illər ayrısı. Şana bala, tellər ayrısı. Bir gününe dözmürdüm, ay oğul. Ay qınama. Oldum neçə illər ayrısı, 30 illər ayrısı. Qurban olum. Allah səbrinizi versin. Nə deyim? İndi də qardaş, Allah səni də var eləsin, hər Sağ ol. ikinizi. Bayaq dedim, yenə də Allah dövlətimizi qorusun, o prezidentimizi qorusun, o ayağınızdan çəkənlərin də bəlasını versin. Sağ ol ana. Allah sizə var eləsin. Allah Nədir? köməyiniz olsun. Hə, Allah sizə var bəs eləsin. sən Gedək. bir belə, Hər şey yaxşı olacaq. inşallah, bax bu, gedib gələcəyik, yoxsa? Hə, indi gedəyin Abidəni ziyarət edəyim. Aha. Ondan sonra mən növbəti evlər var ki, orada gedəcəyik inşallah.